Salam, hər vaxtınız xeyir. 35 sınaq test kitabından sınaq 27 izahını bugün edəcəm. Başlayaq testimizə. Birinci sual deyir, sterol molekülün rabitənin yaranmasında iştirak edən hibrid və qeyri-hibrid orbitaların sayı nisbətini hesablayın. Sterol molekulu C8H8-dir bildiyimiz kimi, bu benzol nüvəli vinil qruplu bir karbohidrogendir. Burada karbon atomları hamısı sp2 hibrid vəziyyətdədir və biz bunu hibrid orbital üzərindən də hesablaya bilərik. Bir də ki, hibrid orbitalların sayı üçün karbohidrogenlərdə 4n çıx. 4n çıx. 2 vur pi. Benzol nüvəsinin 3 pi. Burada da 1 pi hesablasaq. Ümumilikdə 4 pi. Bura 4 qoysaq. 4 vurulsun 8 çıxılsın. 2 4'ün 8. 4 8'in. Yəni 3'ü 8'e vurmuş kimi 24 hibrid orbital var. Qeyri-hibrid orbitalların rabitə yaradan qeyri-hibrid orbital sayı isə H plus 2 pi'dir. Pi'ni yenə 4 hesablayacağıq. H 8 plus 2 vurulsun 4. Yəni 16 olacaq. İndi burada mənə deyir, hibrid və qeyri-hibrid orbitalların sayı nisbəti 24 bölü 16'da. Səfər ömrüsü ilə bu 3 bölü 2 1/5 eləyəcək. İkinci sual. 12,3 qram alkil bromidin artıqlamasına götürmüş natriumla artırılır. Deməli, alkil bromid CnH2n plus 1 alkil bromid bizdə 2 mol. Bunun artımı natriumla reaksiya CnH2n plus 1 CnH2n plus 1 alınır. 2 molda natrium bromid alınır. Burada natriumla reaksiya edir. Heç mənə bunlar lazım deyil. Belə də yaza bilərəm. 12,3 qram alkil bromidin üzərinə yazdım. 60% çıxım deyir. Burası 0,6 yazdım. 2,8 qram alkan deyir. Və qramdır. Aşağısını emirə görə yazacağım. Deməli 2 vurulsun 14n plus 81. O da 28n plus 2. 28n plus 2. Və buradan bunu da belə hesablaya bilərik. 2 vurulsun 14n plus 2 kimi. 2'dən 14n plus 1 var da. Daha doğrusu 14n plus 1 kimi. 14n plus 1 kimi. Çünki belə yazdım, 2'lər rahat ixtisar olunsun. Bunu kalkulator hesabı ilə bir də hesablayaq. Fərqə görə də baxa bilərdim. Bəli, fərqə görə də baxa bilərdim. Məsələn, necə? 12,3 vurulsun 0,6. Bura 738 edir. Aradakı fərq 4,8'dir. Burada fərq 28n plus 162 edir. Bu 28n plus 2 edir. Aradakı fərq 160'dır. Fərq ən rahatıdır burada karbon sayını tapmaq üçün. İndi mən bu və bu tənasübü, baxın buranı, buna işləyib tənasübü rahatca həll edə bilərəm. Deməli, burada 2 dənə vergili bura gətirsəm, bu olar 480. 480 160 getsə, burada 3, burada 1 qalar. 258 bölünsün 3, 86 deyər. 28 plus 2 bərabərdir 86 və n taparam 3. N 3 tapdım. Və alkanda fikir verin. N burada, N də burada 2n karbon olduğu üçün 6 karbon olacaq. Alkan molekülündə 6 karbon olacaq. Neçə atom soruşur? C6H14. Bu da cəmi 20 atom D variantı olacaq. Növbəti 3-cü sual ionlaşma enerjisi üzərindən verir. Və bunu biz necə öyrənmişdik? Kəskin fərqə baxırıq, nisbətə. Məsələn, 1 ilə 2-ci arasında kəskin. Kəskin deyəndə təqribən 3,5, 4, 5 var. 3,5-dən çox olsun da təqribən nisbət. Yəni, ikinci ionlaşma enerjisini birinci ionlaşma enerjisinə bölsəm, 3,5 nisbəti ala bilmərəm. Eləcə də 3'ü 2'yə. 4'ü 3'ə, 5'i 4'ə, amma 6'nı 4'ə bölsəm, fikirlərim böyük rəqəmlər. 53, 266 bölünsün 9'u. 5,6 dəfə çoxdur. 6-cı ionlaşma enerjisi 5-cidən. Ona görə bura belə kəskin qoyuruq.
və bir xətt çəkirik. Çöldə qalan qədər valent elektronu var. Yəni D 5 dənə. Çünki buradakı iyonlaşma enerjiyaları arasında çox böyük kəskin fərq olmaması onu göstərir ki, bunlar hamısı eyni təbəqə, xarici təbəqə elektronlarıdır. Dördüncü suala baxaq. Qarışığın tərkibi pirit və dəmir 2 sulfat, oksigen atom sayı, kükürt atom sayı. Yazaq formulların. Niyə silinmədi? Hə, silindi. F2, dəmir SO4. Oksigen atomların sayı bu neçə edir? 600'deki bronz 21. 0, 0, 1. 0, 0, 1. Bəli. Deməli 23 olsaydı 1 olar. Bəli. Sırtım %1 mol oksigen var. Sırtım %1 mol da kükürt var. Bunlardan birindən A mol deyirəm. Birindən də B mol. Burada 2A kükürt aşağıda da B kükürt 0, 0, 1. Oksigen burada 4B-də bərabərdir 0, 0, 1. Mən rahat neyniyəm? Yuxarını 4'ə vurum. Yuxarını 4'ə vurum. 8A üstəgə 4B bərabərdir 0, vergül 0, 4. 4B'nin yerinə 0, vergül 0, 1 qoyum. 8A plus bərabərdir 0, 0, 4. A bərabərdir. Qarşının kütləsini istəyir. A bərabərdir. %3 bölünsün 8. Bu da eləyir. Nə kiçik rəqəmlərdir. Bunu kim belə düşünüb ki, mol. Deməli, B də bərabər olacaq. Bunu da aparıb burada yerinə qoysaq. B də bərabər olacaq 0,0025 mol. İndi A-nı F2'yə vursaq, yəni kütləyə çevirmək üçün M bərabərdir 0,00375 vurulsun 120, pirit 120'dir. Üstə gəlsin 0,00 vurulsun, dəmir 2 sulfat 152'dir. Bunları bir dənə hesablayaq. Bura 0,38 edir. Burada 0,45 edir. Bunları da toplasaq 0,83 edir. Cavab Y variantı. Yəni rəqəmlər çox kiçikdir. Əslində məsələ çətin məsələ deyil. 5-ci sualda bizə nə deyir? 5-ci sualda molekulyar kimya rabitənin yaranmasında 30 orbital iştirak edən 30 orbital valent cəmi 30'dur. 30. Sistran izomerliyə malik alken. Alken CnH2-dir. Karbon 4 valentli, hidrojen 1 valentli 6N bərabərdir 30. N də bərabərdir 5. Sistran izomerliyi də varsa, bax belə bir sual sınağa da düşmüşdü deyəsən. İndi mən biraz qarışdıra bilərəm. Son zamanlar biraz çox sual izah eləmişəm. Bu sertifikasiya sınavına mı düşmüşdü, qəbula mı düşmüşdü? Deyəsən sertifikasiya sınavında idi. Orada deyəsən bunu deyirdi, əvəz elə. Bu sertifikasiya sınavı idi. Deyirdi, vinimlə əvəz elə. Nəysə. Yəni bu maddədir, penten 2. Molekula 8 sigma rabitə sp3 və s orbitalının örtülməsində yaranır. sp3 karbonların yanındakı hidrogenləri tamamlasa, bəli, 8 dənə eləyəcək. Bu 1 düzdür. Belə yazaq. 2. Qat sulfat türsü iştirakçının hidratlaşmasında üçlü butil spirit alınır. Bu səhvdir. Çünki şaxəsiz zəncirli alkenlərdə bir dənə etilendən başqa hamısı hidratlaşanda ikili spirit verir. Bu yanlışdır. Molekula 3 sigma rabitə sp3 orbitalların bir-biri ilə örtülməsinə. Xeyr, bu da səhvdir. Bircə dənə sp3 örtülmə var burada. Qalanlar bir dənə, yox xeyr, bu da sp2 sp3, sp2 sp2, sp3 sp2. Bircə dənədir. Molekula 2 sigma rabitə sp2 sp3, bəli. Bunu sp3 yazmalıydım. Biri burada, biri də burada. 2 dənə doğrudur. Cavab 1 və 4 D variantı. Reduksiyaci xassəli karbohidratlar hansılardır? Aldehid qrupu saxlayırdı və gümüş güclü reaksiyası verirdi. Hansı ki saxarozada yox idi. 7. Kükürt qazı SO2 və karbon qazından ibarət qarışım heliuma görə nisbi sıxlığı 12-dirsə, deməli bu qarışım M ortası 48.
İndi proton, neutronların ümumi sayı arasında münasibət istəyir. Mən bunların mol nisbətini hesablamağa çalışıram. İndi bu 64'dür, bu da 44'dür. Gəlib 48 olublarsa 4, 64 çıx 48, 16. Birin 4'ə mol nisbətində. Aslında bizə konkret molları istəmir. Mol nisbətini istəyir. Protonlar qarşılıqda protonun neytrona nisbəti. İndi SO2 və CO2 yazıram. Proton yazıram, neutron yazıram. Deməli SO2-də S16, o da 8'dir. Neutron 16, 8. Əslində bir dəqiqə, bu son hesablamaya ehtiyac var idi ki, necə hesablamağa ehtiyac deyirəm. Çünki burada proton neytrona bərabərdir. AA. Burada da BB. Çünki proton neytrona bərabərdir bunlarda, bu formullarda. Bunun 1 molunda heç hesablama da aparmadım. Bəlkə hesablasaydım daha yaxşı olardı. Yəni hesablama aparım daha net. Onsuz da birinə görə hesablanacaq. 16 üstə 32 proton, 32 neytron. 6 üstə 12. 18, 18. Değil mi? 6 üstə 8'in 16. Baxın, hesablama səhv edirdim. Deməli 16 üstə 6. 22, 22. İndi məsələ nədir? Bunların protonları kükürt qazı və karbon qazı deyir də, başqa bir şey demir ki. Protonları olacaq 32 plus 88. Neutron olacaq 32 plus 88. Bu bərabər çıxır. Mən burada nə isə görmürəm ki, bu qarşılıqda protonların ümumi sayı ilə molekulanın ümumi sayı arasında ayda. Mən deyirəm axı bu niyə proton molekulanın ümumi sayı deyirmiş 120 böl 5 kimi. Deməli proton bölünsün molekul. Bunu n verim. Mən də deyirəm bu neutron istəyir. 120 bölünsün 5. Bu da eləyər 24. Yəni proton bərabərdir. Protona NP deyil. Proton bərabərdir 24 molekul D variantı. Sual axıra qədər diqqətlə oxumaq lazımdır, görürsünüz. Deyir H-filin əmələ gəlmə istini hesablayın. Hesablayaq da H-filər H2 plus flör2 reaksiyası üzrə 2 H-filör əmələ gəlir. Və əmələ gəlmə istini hesablamaq üçün birinci reaksiyanın isti effektini tapacaq. İsti effekti nəyə bərabərdir? Sağ çıx sol. Yəni sağdakı maddənin əmələ gəlmək rabitə enerjilərin cəmindən ilkini çıxacaq. 2 vurulsun. H-flər neçədir? 563. Çıxılsın. H2 437 üstə gəlsin. 153. 437 üstə 153 böləcək. 590. 536. 536 bu reaksiyanın istili effektidir. 2 istili effekti 536. Biz də bunu reaksiyada ilkin maddənin əmələ gəlmə maddənin əmsalına böləndə 268 C variantı. 9. Nişasta üçün hansı ifadə olur? Tərkibində amilaz pektindən çox olur. Bu əslində şaxəli və dənəvər quruluşundan asılıdır. Belə bir bilgiyə mən rast gəlməmişəm. Hələlik bu qalsın. Soyuq suda həll olunur, bəli, həll olunur. Hidroliz oxuyur, bəli. Ona görə doğru cavab 2 və 3 olacaq. Çünki birinci barədə heç qətiyyən mən bir məlumata rast gəlməmişəm. Həm dənəvər, həm də şaxəli olur. Belə bir məlumat var. Təbii kauçukun orta nisbi molekul kütləsi bu qədər. Təbii kauçuk makromanda quruluş alğın SP. Təbii kauçuk sispolizoprendir. Fikir verin burada. Bunun emeri ise 5H8 68'dir ben. 1, 2, 3 karbon sp3 hibrid vəziyyətindədir. Bunun da hərəsi 4 hibrid orbital, 12N sp3 hibrid orbital var.
Biz n tapmalıyıq. Bunu bölürəm buna. 10.200 bölünsün 506 2000 68 n tapıram. Yəni elə də 1500. 1500 də bura vuranda 18.000. 18.000 D variantı. Sonra 11. Tərkibində 3 litr azot və 7 litr hidrogen olan qarşı katazon ikisi azalmışdır. Anın qarşı azot və həcm qaynaqları hesablayın. Deməli, N2 plus 3H2, 2NH3. İndi qarşının həcmi 3 bu, 6, 7 budursa, 20% azalma. Bunlar ikisi bir yerdə 10 litrdir. Onun 20% azalması 2 litr. 2 litr azalma olur. Bunu üstlərinə yazaq. 3, 7. 2 litr azalmada nə qədər hidrogen, nə qədər azot reaksiya girir. Normalda 1, 3 reaksiya girəndə, 4 litr reaksiya girəndə 2 litr azalma olur. Və 2 litr amonyak alınır, 2 litr də azalma olur. Onda bu yuxarı aşağı endirsə, deməli bu hidrogen 3 litr reaksiya girir və azot da 1 litr. Alınan qarışıqda 2 litr N2, 4 litr hidrogen olacaq. Və bunların alınan qarşı azot və hidrogenin həcm payını. Bir də burada nəyə fikir verməliyik? Amonyak da alınır. Yaxşı, 2 litrdə amonyak alınır. 2NH3. Tək azot və hidrogen görə hesablamayın. Üçünə də baxmaq lazım. Bu qarışıq yenə də 8 litr edir. Bəli, 2 litr azalmaq. 8 litr. Toplayan da elə edir. İndi 2 böl 8. Bu azotun həcm payıdır. 25%. 4 böl 8. Bu da hidrogenin həcm payıdır. 50%. Y variantı. 12. Hansı sxem üzrə gedən reaksiya alınan maddə asimetrik karbon atomu var. Brom bura və bura birləşir. Deməli, brom, COH. Baxın, bu karbon asimetrikdir də. Bunu hər kəs görür. Sonra ikinci də Markovnikovun əksi gedir. H az olana, xlor çox olana və CH3 və CH2 xlor, CH2, COH. Burada asimetrik yoxdur. Üçüncü də doymuş karbohidrogen, doymuş alkan deyirəm, doymuş karbon turşusudur. Xlorla alfa karbon əvəzlənməsi gedəcək. Və burada CH3, CH xlor, COH və H xlor alınacaq ki, bəli, burada da asimetrik karbon gördüyünüz kimi var. Cavab 1 və 3 olacaq. C variantı. 160 qram natrium hidroksid və 160 qram dəm qazdan 2 qram oksalat turşusu alınır, prosedurda və istifadə olunur. Deməli, burada proses necə gedəcək? Əvvəlcə baxın, CO plus natrium OH reaksiyası baş verir. Natrium OH. Burada HCO natrium alınır. HCO natriuma. Biz birbaşa HCO natriumdan oksalat turşusu COH yazsaq 2-yə 1 görərik. Bura 2, bura 2, bura 2 eləsək, bunlar ixtisar getsə birbaşa 2 mol CO, 2 mol natrium OH-la 1 mol COH 2 alınır deyə bilərik. İndi burada biz tam sərf olunanı gərək tapaq. 160 qram natrium hidroksid 2 moldu, yox 4 moldu. Amma 160 qram dəm qazı bu 160 bölünsün 28 deyəcəm. Təqribən 5-10 ehtimal edir. Yəni natrium hidroksid tam sərf olunur. 2 mol natrium hidroksiddən 1 mol oksalat alınır. 4-dən 2 mol alınır. Və oksalat turşusunun emeri də 45 90'dır. 2 vur 90 da bu da eləyər 180 qram B variantı. 14. Hansı maddənin karbon açını disproporsiyaya aiddir? Karbonla. Bir dənə kalsium oksidlə CO2'yə baxın. Çünki bunlar oxşayırlar. Kalsium karbid və CO alınır. Karbon burada sıfırdan həm mənfi 1, həm də müsbət 2 gəlir. Bu olacaq. CO2 ilə karbon CO alınır. Müsbət 4 sıfırdan müsbət 2'yə gəlir. Bu konmutasiyadır. Karbon su ilə reaksiyasında olmaz
Karbon plus H2O-da molekularsı olur. CO plus H2. Həm hidrogen, həm karbon dəyişir, molekularsıdır. Sink oksidin də karbonla reaksiyasında həm karbon, həm də sink dəyişir molekular arasında. Ona görə yalnız 2B variantı olacaq. 15. Doymuş bir atomlu spirit CnH2. Hələ bir oxuyaq. Biraz karbon 23 qram qarşın təmrə 4,5 qram su alınmışdır. Alınan mürəkkəblərdə. Deməli, baxın, heç burada mən belə ümumi bir şey yazım. Spirit plus karbon turşusu, mürəkkəb efir plus su. Bu reaksiya birə-bir gedir. Yəni 4,5 qram su alınmasına görə mən burada hər şeyin, hər bir maddənin emerini tapa bilərəm. Hər bir maddəyə görə hesab apara bilərəm. Yəni 23 qram bu alınıbsa, bura 18, mürəkkəb efirdə doymuşlardan alınanda 14 plus 32 olur. Eyni tapa bilərəm yəni. Deməli, bu 23 qram mən bura niyə yazdım? 23 qram bu qarışığın reaksiyası deyil. Mənə baxın. 23 qram qarışıqdan 4,5 çıxsam 18,5 eləyir. Baxın. N3 eləyir. Yəni C3 H6O2 mürəkkəb efirimiz. Adın soruşsa etil formiyyatda olar, metil asetat da olar. Bunlar ikisi də ola bilər. Alınan mürəkkəbdə cəmi neçə rabitə var? İndeksləri toplayıb 1 çıxırıq, bu eləyir sigma. İndekslərdə 11-də 10 sigma var və bir dənə pi var da burada. Bir dənə pi var. 11. Cavab B variantı olacaq. Alfa alanindən alınan tripeptidin bir molekulunda olan atomların sayını. Alfa alanin. Alanin propion turşusuna uyğun gələn amin turşuydu. Yəni propion turşusu NH2, CH2, CH2, COH-dır. Bunun əmələ gətirən tripeptiddir. Tripeptid alınan reaksiyanı mən həmişə demişəm yazılır. Yəni bura götürüb 3 yazmağa da ehtiyac yoxdur. 3A-dan trip plus 2 mol su yazacaqsınız. İndi bunun bir molekulun neçə atom var? 4 dənə, 5, 6, 7. 7 üstə 4 neçə eləyir? 7 üstə 6. Hesabıma heç ki bilmirəm. Bura 9, 8, 10, 11, 12. 3 vur 12. Hesabladım da yəqin ki. 13 deyirəm nəsə. Bərabərdir. Tripeptid X plus. Burada 3 atom var, 2, 6. X bərabərdir. 39 çıx 6, 33 atom variantı olacaq. 17-ci sual. Tarazlıqda olan A, B bu reaksiyasında C maddəsi əlavə edilmişdir. Hansı qrafiklər doğrudur? Biz C əlavə etdikdə avtomatik C-in miqdarı kəskin artır, düzəlir. Yəni C səhv verir. Və sonra reaksiya C-nin yanında olan azalır, düzəlir. B doğrudur. Əks tərəfdə olan artır, düzəlir. Yəni A belə olmalıdır, bu da səhvdir. Yalnız 3 doğru olacaq B variantı. X, Y, Z, deməli, X, baxın, Z sıfırdan başlayıbsa bu məhsuldur. X plus Y, Z. Birinci bu reaksiyanın əmsallarını tapmalıyıq. Başlanğıc sərf olunan alınan tarazlıq yazdıq. Başlanğıc 6, tarazlıq 4, 2 sərf olunub. Başlanğıc 8, tarazlıq 2, 4, 6 sərf olunub. Bu da 4 alınıb. 4. İndi əmsal nisbəti 1, 3, 2-dir. Deməli, əmsal 1, 3, 2-dir. Və reaksiya baş verən qabın həcmi. Bunlar moldur. Hər birin həcmə böləndə qatlığa gətirirəm və taraz sabiti ifadəsinə bərabər edirəm. 0,02 bərabərdir. 4 bölü V-nin kvadratı, yəni 4 bölü V vurulsun 4 bölü V
bölünsün 4 bölü V vurulsun 2 bölü V'nin kubu. Ben rahat olsun diye bunu ayrı-ayrı yazıram. İxtisar rahat olsun. Beşə də tam da yazmaq olardı. Bu getdi. Bu 4 ilə bu da bu getdi. Burada 2 qaldı. Bu 2 ilə birində bu 2 getdi. V'nin biri ilə V də getdi. Deməli, nə qaldı? Yuxarıda 2 aşağıda qalıb. 2-ni bu %2'ye vursa 0,04 bərabərdir. V vur V. V kvadrat da yuxarı qalxacaq. V kvadrat. Hər tərəfdən kök alsa 0,04'dən kök 10 da 2 çıxır. V kvadratdan V. V bərabərdə 10 da 2 litir hissə variantı. 19-cu sualla davam edirik. Maddələr verib, kütlələrin dissosiasiya olunan ionların sayı eyni verib. Bəli, burada görürük ki, hər 3 maddə tam dissosiasiya etsə 3 mol ion əmələ gətirər və tam dissosiasiyasından alınan ionların mol sayı eyni olub. Kütlələrinə görə baxsaq, kalsium xlorid məsələn, bunu yazaraq həll edək ki, daha rahat olsun. 2 xlor mənfi əmələ gətirər. Magnezium xlorid də burada biz magnezium 2 müsbət birisi 2 xlor mənfi və dəmir xlor 2-də dəmir 2 müsbət biliyoruz 2 xlor mənfi. İndi bunun kütləsi m qram olanda n mol ion əmələ gətirir. Kalsium xlorid 111 demiri səhv eləmirəmsə 3 mol ion əmələ gətirir. Mən m-i hesablayacağım. M nəyə bərabərdir? M bərabərdir 3n bölünsün 111. Kalsium xloridin m-erinə. Deməli burada götürülən kalsium xloridin molyar kütləsi onun kütləsi ilə tərs asılı olacaq. Daha doğrusu kütlə molyar kütlədən tərs asılı olacaq. Yəni m-i böyük olanın kütləsi daha kiçik gələcək, daha az olacaq. Və magnezium xlorid də burada m-i ən kiçik olacaq. Niyə görə? Magnezium 24'dür. Burada dəmir 40, kalsium 40 idi, dəmir 56'dır. Buradan çıxan nəticə olur ki, dəmir xloridin m-i ən böyük olduğu üçün onun kütləsi daha kiçik olacaq. Magnezium xloridin m-i daha kiçik olduğu üçün sərf olunan kütləsi ən böyük olacaq. Ona görə də burada M2 böyük olacaq M1'dən, o da böyük olacaq M3'dən. M2, M1, M3, M2, M1, M3 Y variantı. 20-ci sualda X H-klonla reaksiya girir Y. Y-də natrium H-dan tezdən X-dan X-a gələcək. İndi X hansı maddə ola bilər? Baxaq da. Baxın, məsələn, propen H-klorla reaksiyaya girsə, bu təzədən bu keçəcək olacaq 2 xlor propan. Natrium H-la reaksiyaya girsə, yenə propenə çevriləcək. Bu olar, X propen olar. Bu tem 1'də vəziyyət necə dəyişəcək? Olacaq 2 xlor butan, amma bu natrium H-la reaksiyaya girəndə, təbii ki, orada götürən spirtdən də fərq var, amma bizim testlər həmişə eyni şey verir. Xlor buradan hidrogen, xlorun çıxdığı karbona qonşu olan karbonlardan hidrojeni azdan çıxır. Yəni bu ten 2'yə çevriləcək. Yəni X-la burada götürülən eyni şey deyil. Bu ten 2'də olacaq. Bu ten 2'də çünki bu H-klorla reaksiya girsə, bura ağ yerə yazım CH3. Fərz edək 2 xlor butan alınır. Daha doğrusu bu da natrium OH-la xlor buradan, hidrogen buradan yenə bu ten 2'yə çevriləcək. Yəni 1 və 3 olacaq. 1 və 3 Y variantı. 21. Butadiyen 1,3 molekulunda olan rabitə. Butadiyen 1,3 divinildir də. Baxın, birincisi karbon H-dır. 6 dənə var burada. Yazaraq özünüzdə. İkincisi karbon sigmadır. Ya bütün karbon rabitələrini götürmürük. 1, 2, 3 dənə. Y variantı. Baxaq, müəllimlərdən kimsə şərh yazıb, suallar çox çətindir. Yəqin ki, sertifikasiya sınağının izahına gələn rəydir. 22. Suyun donma prosesinə aiddir. Donanda su mayədən bərkə çevrilirdi. Həcm, xeyr.
Eyni kütləli su mayədən bərkə çevriləndə həcm artırdı, azalmır. Sıxlıq artmırdı, azalırdı. Həcm dəyişməməsi xeyr. Həcmin artması bəli, sıxlığın azalması bəli. 4-5. Sonra x qram kalium nitrat məhlulu müəyyən hesab edildi. Sonra duzun kütlə məhlulda kütlə payı 2 dəfə artış və anodda deməli. Kalium nitratın sulu məhlulun elektrolizindən x qram kalium nitrat məhluluna, yəni x məhlulun kütləsi x qram. Burada anodda deyir qaz alınır. Suyun elektrolizi baş verir. Su parçalanır. Anodda da oksigen alınır 4 mol. 4 mol oksigen alınıbsa 8 mol su parçalanıb. 8 mol suyun da parçalanması 8 vur 18 144 qram su azalması deməkdir. Yəni məhlulun ilkin kütləsi x idisə, sonraki kütləsi olur x minus 144 qram. Və duzun məhlulda kütlə payı 2 dəfə artıb. 2 dəfə artıb. Onda biz duzun məhlulda kütlə payı omega 1 desək, omega 1 bərabərdir 2 dəfə artıb. Deməli 2 omega 1 bərabərdir omega 2-yə. Omega 1-i nə istəyir bizdən? X istəyir bəli. Fərz eləyək ki, bu məhlulda A qram kalium nitrat var. Onsuz da sabit qalacaq, ixtisar olunacaq. İlkin məhlulda kalium nitratın kütlə payı omega 1 bərabərdir. A bölünsün x-dir. İlkin məhuldakı kalium nitratın kütləsi məhlulun kütləsinə bölərək tapır. Fluorusun 100-dür. 100-ü heç yazmağa ehtiyac yoxdur. Onsuz da ixtisar gələcək. Sonra elektroliz prosesindən sonra omega 2 bərabərdir. Kalium nitrat dəyişmir. Doymamış məhlulda yəqin ki A bölünsün x minus 144 olur. Və 2 dəfə artım olur. Yəni birinci omega 1-i 2-yə vursaq 2-ciyə bərabər olar. Bu şərtə görə 2 vur omega 1, yəni omega 1-in yerinə A bölü x yazsaq və bunu 2-yə vursaq 2A bölünsün x bərabər olacaq. A bölünsün x minus 144-dür. Bunlar gedər. X bərabərdir 2x minus 288. Bu tərəfə, bu da bu tərəfə keçsə x bərabərdir 288 qalacaq. Cavab burada B variantı olacaq. Sualı biraz belə çəkin. Gördünüz. Bəli. Sonra 24-cü sual. Natrium hidroksid suda 10% məhlulundan 132 mol elektron var. Məhlulun kütləsini hesablayın. Natrium OH məhlulunda, suda məhlulda natrium OH və su var. Natrium OH fərz edək burada A mol olub. Bu da B moldur. Natrium OH məhlulunda elektronlar. Natrium sıra nömrəsi 11, oksigen 8, hidrogen 1. 11, 8, 1. Proton eləyir 20. Elektron da 20 olacaq. 20A elektron var. 20 yazamır amma. Bəli. Hidrogen 1, oksigen 8. 10B'də burada elektron var. Və 132 mol elektron var. Məhlulun ümumi burada deməli 20A plus 10B bərabərdir 132-dir. Və məhlulun da 10% deməli nədir? Natrium OH-dır. Məhlulda natrium OH-ın kütləsi 40A-dır. 40A 10%-dir. Məhlulda olan suyun kütləsi 18B-dir. Bu da 90%-dir. Onda biz bunlar arasında bir münasibət tapa bilərik. Verici sıfırlar getdi. 18-dən 9 getsə burada 2 ilə 1 qalar. 2 ilə bu getsə 20 ilə 1 qalar. Deməli nə tapdım? B bərabərdir 20A tapdım. Gətirib B-nin yerinə də 20A qoysam 20A plus 200B 200B yox 200A bərabərdir 132 tapıram. A-nı da hesablasam 0,6 tapıram. Və nə deyir? Məhlulun kütləsini hesablayın. Məhlulun kütləsi 20A və 10B idi cəmi kütlə. 20 vurulsun 0,6. Məhlulun kütləsi ilə bir dəqiqə. Məhlulun kütləsi olar deyil. Başlayın. Məhlulun kütləsi bu ikisidir. 40A natrium OH 18B su. 40A 40 vurulsun 0,6 plus 18 vurulsun 18-in yerinə
B'nin yerine 20 alt tapdım. i20 vurulsun A'da 0 alt. Bu da bərabərdir. 24 üstə gəlsin. 216 240 edəcək. Deməli 25-ci sualda deyir 70 dərəcədə duzun əldə olma əmsalı bu qədər. 70 dərəcədə deməli baxın bunu necə eləyəcəm mən? Bunu müxtəlif üsullarla eləmək olar. Bizim məsələmiz nədir? 800 qram 70 dərəcədə 800 qram doymuş məhlulumuz var. Bunu 30 dərəcəyə gətirəndə 60 qram duz çökər. Duzun 30 dərəcədə həll olma əmsalını hesablayın. Bizə həll olma əmsalını hesablamaq üçün o məhuldakı duzun, su da məhlulda yəqin ki, çünki bu KH-ı veribsə suya görə hesablayaram. Su vur 1000 hesabı aparmalıyım. İndi 70 dərəcədə də duzun əldə olma əmsalı 600 qram böl litrdir. Yəni nəzəri olaraq 70 dərəcədə 1000 qram suda 600 qram bu maddə həll olduqda doymuş məhlul yaranır. Hansı ki bu məhlulun kütləsi olaraq 1600 qram. Bəs şərtə görə bizə neçə qram doymuş məhlul verib? Bura məhluldur. Bura duzdur, burada o sudur nəzəri olaraq. 800 qram doymuş məhlul var. Bəs bu 800 qram doymuş məhlulun içində nə qədər duz olar? Məhlulun kütləsi fikir verin 2 dəfə azalıb. Deməli duzda 300 olacaq. Su nə qədər? Su da 500 olacaq. 500 qram su. Yəni mənim şərtə görə 70 dərəcədə mənə verilən 800 qram doymuş məhlulumun 300 qramı duz, 500 qram da sudur. Və bunu 30 dərəcəyə qədər soyutduqda, bu 800 qram məhlulu soyutduqda içindəki duzun 60 qramı çöküb. Yəni 240 qram duz qalıb. Su isə yeni 500 qramdır. Su dəyişmir. Və məndən buradakı KH istəyir. 240 bölünsün 500. Vurulsun 1000 deyəcəm. 2, 480 cavabımı alacağım. D variantı. 26-cı sual. Süd turşusu üçün hansı ifadələr doğrudur? Süd turşusu CH3, CH, OH, COOH-dır. Bir ədəd üçlü karbon atomu var. Bunun molekulunda üçlü karbon yoxdur. İkili və birli karbonlar var. İkinci karbon atomu oksidaşma dərəcəsi 0-dır. Müsbət 1, mənfi 2, müsbət 1, bəli 0-dır, bu doğrudur. 1 molu 12 mol, 1 molda 12 atom yox. 12 atom yoxdur. 12 mol desəydi düz olardı. Heç bunu hesablamağa dəyməz. Amma yenə də bəlkə mol demək istəyib deyə mən bunu hesablayacağım. Cavablarda bir yerdə 3 var. Çox diqqətimi çəkdi. Deməli 4 dənə burada 5, 6, 7, 8, 9, 12 mol atom var. Mol atoma 1 molunda. Əgər desəydi 1 molekulunda 12 atom var, bu düz olardı. Amma 1 molunda 12 atom yoxdur. Bu səhvdir. 1 mol natriumla reaksiyasında 1 qram hidrogen alınır. Natrium buradan və buradan H çıxarır. Yəni 1 mol H2 çıxarır. Ona görə 2 qram. Gümüş güclü reaksiyasına daxil olmur. Bəli, niyə daxil olsun ki? Çünki bunun aldehyid qrupu yoxdur axı. Ona görə 2 və 5 doğru cavab Y variantı olacaq. 26. Deməli, metilen xlorid bu necə olacaq? Metilen xlorid CH2 xlor 2 olacaq. Bəli. Xlorform necə olacaq? CH xlor 3 olacaq. Metil xlorid CH3 xlor olacaq. Karbon oksidaşma dərəcəsi 0 birincidə olacaq. Burası C getdi. İkincidə xlor çoxdur. Müsbət 2 olacaq. Y. Hidrogen çoxsa mənfi 2 olacaq. B. C variantı. Bu 28-ci sualı artıq bəlkə 5-ci dəfə izah edirəm. Fərqli testlərdə qabağıma çıxıb. NO və O2 reaksiyadan sonra qaz qarşılığı M-39'da 39'dur. İlkin qaz qarşılığında NO böl bunların mol nisbətini istəyir məndən. NO-da tam sərf olunur. Deməli, bu reaksiya 2NO plus O2 reaksiyası gedir. 2NO2 alır. NO tam sərf olunur. Yəni, X mol NO ilə 2 mol NO ilə 1 mol oksigen girer. 2 mol NO2 alınır. X mol NO götürülüb
Y oksigen, amma oksigen hamısı sərf olunmuyor. NO-ya görə tapsam, X mol NO ilə 0,5 X oksigen sərf olunur və X molda NO2 alınır. Reaksiyadan sonraki qarışıqda oksigen başlanğıcı Y olduğuna görə və 0,5 X reaksiyaya girdiyinə görə Y minus 0,5 X mol oksigenim var. X molda NO2 var. M ortada 39'dur. 32, 46, gəlib 39 olubsa, diagonal 7, 7, birim 1'ə. Deməli, bu mol buna bərabərdir. Y minus 0,5x bərabərdir x. Y bərabərdir 1,5x. Və məndən x bölü y nisbətini istəyir. X bölünsün y-in yerinə 1,5x. X-lar getsə 1 böl 1,5 cavabım qalacaq. 1 böl 1,5. Yəni 2 böl 3 A variantı. Sonra 29-cu sual, bu da modellərdə vardı. 400 qram 30%li duz məhlulu. Burada 120 qram duz var. Deməli, nə qədər su var? 280 qram su var. 400 qram 30%li məhlulda yenə 120 qram. Eyni şeydir ki, 120 qram duz, 280 qram su. Bir və üçüncü məhlullardan müəyyən miqdar su buxarlanır, ikinci qaba keçirilir. Bura keçirilir. Və bu zaman hər üç qabda doymuş məhlul alınır. Qablarda KH 1500 qram bölü litr olarsa, X hesablayın. Bəli, məhlul nə zaman doymuş olur? Orada maddə bölü su nisbəti KH bölü 1000 nisbətini verəndə. Yəni 120 qram duz var, su bilinməyəcək nə qədər qalıb. Yəni 280 qram su var, nə qədər ikinci qaba keçib bilmirik. Ona görə suya doymuş məhlulda X deyəcəm. 120 bölünsün X bərabərdir 1500 bölünsün 1000. 3 bölü 2 80 eləyəcək. Bəli, 80, X 80. Deməli, birinci və üçüncü qabda 80 qram su qalmalıdır. Amma su var orada 280. Deməli, hər iki qabdan 200 qram su ikinci qaba keçsə, su olacaq burada 400 qram su. Yəni 400 qram suyun yanında neçə qram X tuzu olmalı ki, burada doymuş məhlul yaransın. Burada da yenə duzu bilmirəm, X bölünsün 400 qram su vurur, bərabərdir KH bölü 1000. 3 bölü 2 200 X bərabərdir 600 qram duz. X hesablayın 600 qram D variantı. Deməli 30-cu sual, doymuş bir atomla sperçen H2 plus 2O oksidləşməsindən alınan əldə edilən kütləsi CnH2 15-dən gəlib 14,5-ə fərq var burada. 0,5 fərq. Normalda 14 plus 18-dən gəlir 14 plus 16-ya fərq var 2. Buranı hesablayayım. Deməli 4, 1, 4'ü 14,5'ə vursaq 58 çıx 16 N3. Deməli karbon atomlarının sayını istəyir. Yəni bu aldehitdəki karbon da elə spirtdəki karbon qədər olacaq, cavab 3 olacaq. 31. 1,4 qram 3,2 qram brom birləşdirən alken sistransom əmələ gətirir. Alken CnH2-dir də. Brom 2. Birim 1'ədir reaksiya. 14 dənə 160. 1,4'ə 3,2. Vergül 14 dərəcə etdi. 32 ilə 160 getsə. M5. Sistransla yaradırsa penten 2 olacaq. 200 qram bromlu su üzərindən 5 mol etilən qarşıya keçirilmiş. Məhlulun kütləsi 56 qram artmışdır. Yəni bromlu su olan bromlu su 200 qram bromlu su. Buradan siz 5 mol C2H4 keçirsəz və məhlulun kütləsi 56 qram artıbsa, deməli 56 qram etilen qabda reaksiya daxil olub, 56 qram etilen də 28 qram. Başlayın 2 moldur, MR 28. Deməli 3 mol etilen reaksiya daxil olmamış sayırıq.
qabı tərk edir. Ha, 5 mol etilen və etan qarışığı. Bu 5 molun içində də etan varmış. Məsələn, axıra qədər oxumamış. Yine eyni şeydir, eyni məntiqdir. 2 mol etilen olub, 3 mol etan olub. Etanın mol payı 3/5 vur 100. O da 60% eləyəcək Y variantı. Deyir, qablarda olan məhlullarda şəkildəki kimi maddə əlavə edilmişdir. Hansı halda H müsbət ionların qatılığı azalar? Aha, deməli, magnezium H2SO4 qatı, kalium OH H2SO4 qatı, natrium HNO3 duru. Burada magnezium H2SO4 qatı ilə reaksiya girəndə H-ların bir hissəsi H2O-ya çevrilir. Yəni, istər-istəməz H2O-ya çevrilən, yəni çöküntü qaz suya çevrilən ionların sayı azalır. Ona görə də hidrogenlər H2O-ya çevrildiyi üçün hidrogenlərin sayı azalar və qatılıq da azalar. Eyni şey də, baxın, burada da baş verir. Kalium H2SO4-dən yenə H2O alınır, yenə azalır, azalır. Üçüncü qabda da eynən su alınır, qatılıq azalacaq. Hər üç qabda azalır, Y variantı. 34-cü sual KH-lar verib. Kalium OH-ın həll olunma əmsalının temperaturası qrafiyə əsasən 350 qram məhlul neçə qram qələvi çökər? Baxın, KH-ın nəzəri qrafikə görə 400 verib. Bunun deməli 1000 qram suda həmin temperatura ən çox 450 olar və doymuş məhlulun kütləsi 1400 olar. 1400 qram məhluldan qrafikə görə 400-dən 280-ə gəlir. 120 qram çökmə olursa, bəs 350 qramdan nə qədər çökmə olar deyə bir tənasüb quracağıq. Bu da 30 qram çökmə C variantı olacaq. 35. Glisin və alanin qarşılıq reaksiyasına əmələ gətirib tripeptin 1 molunun kütləsi mümkün qiymətlərdə ən böyükdə həmin tripeptin molyar kütləsi də hesablanır. Glisin 75-də, alanin də 89-da. Tripeptid odur ki, bunlar 3 mol reaksiya girir. Və alınan tripeptidin emerin böyük olması üçün glisin daha az, alanin daha çox olmalıdır. Yəni 1 mol glisinə 2 mol alanin reaksiya girib, tripeptid alınıb və 2 mol su alınıb. Bunu da hesablayanda 75 plus 2 vur 89 bərabərdir x plus 36 olacaq. $217 cavabı alacağıq. Cavab B variantı. Sonra 36. Bu formulu verir, deyir 3 molekul maksimum neçə karbon atomu eyni müstəvidə yerləşir. Bəli, hepdən 1, 2, 3, 2, 5. Deməli, maksimum neçə karbon eyni müstəvidə yerləşir. Bunu necə düşünəcəyik? 3 etil, 3 də etil də var. sp2 karbonlar və onlara birbaşa birləşən karbonlar həmişə eyni müstəvidə olur. Bunlar da, yəni düzgün xətt deyim, burada nə oldu belə? Bu karbonlar 1, 2, 3 səhv çəkdim. 1, 2, 3, 4, 5 karbon. A variantı. 37. Normal şərtdə bu qədər litr bu qazla qarşı yandırmaq üçün bu qədər oksigen sərf olunur. Bəli. İndi CH4 yananda 2O2 sərf olunur. C2H4 yananda 3O2 sərf olunur. Reaksiyanın gerisi mənə lazım deyil. İkisi verdi 25 litrdir. Fərz eləyək ki, buna A litrdirsə, buna 25 minus A deyəcəm. A'ya 2A litr oksigen sərf olunur. 25 minus A'ya da 75 minus 3A sərf olunur və bunların da cəmi 65-dir. Toplasam 75 minus bu burada 3A'dır. Bunların cəmi 75 minus 3A plus 2A 75 minus A eləyər. Bu da bərabərdir 65. A sağa 75 sola keçsə A bərabər olar 10 litr.
İndi qarışıqda qazların həcm nisbəti. Deməli, ilkin qarışıqda 10 litr CH4, cəmi 25 daxil 15 litrdə etilen olub. Həcm nisbəti 1/1.5. 1/1.5-də 2/3 eləyər A variantı. 38. Yenə də eyni sual, eyni tip. S2H4-ün yanmasına 3O2. S2H6-ın yanmasına deməli 2 o da 1/5. 3/5 O2. Buna fərz elə A deyəcəm bu dəfə. Bunun kəsiri var. 3/5 A. Buna 40 minus A desəm, bu da eləyəcək 120 minus 3A. Bunların da cəmi bərabərdir 130-a. Bunları da toplasam 120 toplasam da minus 0.5A və plus bərabərdir 130. Bu tərəfə keçsə 0.5A bərabərdir 10. A da bərabərdir 20. Neçə litr C2H4 olmuşdur? Biri 20 sonrası da 20'dir. Çünki 40 minus A demişik. X qazın Y-ə görə nisbi sıxlığı 4 olarsa X böl Y bərabərdir 4. Bunu belə də eləyə bilərik. Daha sadə yolundayım. Rəqəmlər. Yəni X-a 16 deyin. Y-ə 4 deyin. Yəni metanla hidrogen. Özünüzdən rəqəm də deyə bilərsiniz. 4-lə 1 də deyə bilərsiniz. Onsuz da burada nisbət istəyir. Konkret demir ki, bu hansı qazdır. X-in emeri 16'dır. Y-in emeri də 4'dür. Bu söhbətə görə nisbi sıxlıq. İndi bərabər kütlədə götürmüş X, Y. Yəni bərabər kütləyə götürək də. X-i də 16 qram götürüm. 16 qram X, 16 qram da Y götürmüş olur. 16 qram X götürmək elə 1 mol X götürmək deməkdir. 16 qram Y götürmək 16/4 4 mol Y götürmək deməkdir. Həcmlər nisbəti ilə mollar nisbəti. Görürük ki, X-in molu daha az olacaq. Yəni 4Vx bərabərdir Vy-ə. Həmçinin Vy də Vx-dan çoxdur. Cavab 1 və 3 Y variantı. X, Y, Z qazlarının hidrogen görə nisbi sıxlığı artır. Eyni şərtdən 1-1 nisbətidir. Deməli, X, Y-dən kiçikdir. X, Y qarşı, Y, Z qarşıdan kiçikdir. Fikir verin, bunlar hamısı birin-birə nisbətdədir. Yəni, hər biri 1 mol, 1 mol, 1 mol, 1 mol. Deməli, burada Y ilə Y eynidir kütlələri. Onda Y-ləri buradan çıxarsaq, burada nəticə gəlir ki, X, Z-dən kiçikdir. Sonra, Y-Z də X-Z-dən kiçik olduğuna görə, Z-lər eyni olduğuna görə, demək ki, X, Y-dən böyükdür. Buradan da artma arcalığı Y, X, Z. Cavab B variantı olacaq. Növbəti bir izahın sonuna gəldik. Bu qədər. Sağ olun.